Hörmətli izləyicilər, bu günlərim 13 iyun 2026-cı il. Hal-hazırda bizim Qarabağın qapısı olan Ağdamın şəhidlər məzarlığındayıq. Və özəlliklə də bu günlərim Allah verdi, milli qəhrəmanımız, Azərbaycan milli qəhrəmanı Allah verdi Bağırov Temuroğlu'nun 12 iyun şəhadətə qovuşduğu günüdür. Biz də təsvir olsun, bizə nəsib oldu bu günləri gəlib ziyarət eləmək. Hələ, əziz izləyicilər, mən buradan onu demək istəyirəm ki, hər bir Azərbaycanlının borcudur böyükdən kiçiyə bizim şəhidlərimizi, bizim qəhrəmanlarımızı ziyarət eləmək. Yəni, elə deyək, Məkkəni, Kərbəlayını, Hacını gedib ziyarət edirlər, Məşədini ziyarət edirlər. Amma bizim Məşədimiz də, Kərbəlayımız da gördüyümüz bu cənnətdir. Allah rəhmət eləsin şəhidlərimizə və bu gün də bizim Ağdamın Mahrızlı kənd sakini şəhid Səyyafın qardaşı Məmmədov Çingiz el arasında şair deyirlər. Hər bir zaman özünə borc bilərək vətənin keşiyində durub canlarını keçən, qanlarına keçən şəhidlərin ziyarət eləməyi özünə borc bilərək hər bir zaman təşəbbüs buyurmuşdu və Çingiz bəy öz sözünü desin. Bəli, Allah qəhrəman qardaşımıza rəhmət eləsin, ruhu şad olsun. Dünən də havanın yağışdı, ora gələ bilmədik, imkan tapdıq, gün gəldik. Yenə də Allah qəhrəmanımıza rəhmət eləsin. Dünən 12 iyun şəhadət günüydü, Allah ruhunu şad eləsin. Qəhrəmanımıza baş gəlirəm. Şair Vəliyyətin Adil Ağdamlının qəhrəmanlar şeiri var, onu səsləndirəcək. 130 il ayrı düşdüm elimdən, düşmədik bir anda vətən dilimdən. Azad oldu düşmənlərin felindən, götürüldü üstündən qəmim kədərim, sizə qurban ver şəhidlərim. Bağban olub bağa həyat gətirdiniz, səhralarda çiçək güllər bitirdiniz. Doğma ilə xoş günləri yetirdiniz, döndü gülə yaza çölül çəmənim, sizə qurban ver şəhidlərim. Sizə minnətdarız, sizə hər zaman, yurda şirin canı verdiniz qurban. Qovdunuz düşməni siz Qarabağdan, sağladı qurumuş qulağım mənim, sizə qurban ver şəhidlərim. Görmüşəm fələyin hər cür oyunu, talandı torpağın, dağıldı yurdum. Bir ali komandan, bir də ki ordum, aslı könlüm həm adilin, həm elin, sizə qurban ver şəhidlərim. Allahdan şəhidlərimizə rəhmət, Allahdan qazilərimizə can sağlığı, Allah ordumuzu, prinsiyetimizi qorusun. Yaşasın Azərbaycan igidi olanlar. Bir də bu günlərim bizim məştəqara ləqəbli olan amonçumuz Adil qazimiz də buradadır. Təsadüf oldu ki, bu günlərim görüşdük. Yəni biz illərin tanışıyıq. Yəni indinin yox, 93-94-ün tanışıyıq. Amma bu günlərim yenə də bu günə qismət oldu. Allah bütün ziyarətləri qəbul edəsin. Bəli, bizim qazilər bu şəhidlər xiyabanını Məkkə, Məşədi, Kərbəlayı hesab edirlər. Çünki bu cənnət bizim torpaqdadır, Qarabağ torpağında. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sizlərə də Allah uzun ömür versin ki, həqiqətən də canlı şəhidlərdə sizsiniz. Allah rəhmət eləsin. Deyir ki, insan böyüyür beşikdə məzarda yatmaq üçün. Qəhrəmanlar can verdi, yurdu yaşatmaq üçün. Allah rəhmət eləsin şəhidlərimizə. Allah sizə can sağlığı verir. Sağ olun. Bizdə adət var. Biz döyüşçülər ziyarətə gələndə biz qoya bilmirik. Biz patron qoyuyoruz. O da bizdə indi yox deyil. Allah bizim məmləkəti bundan sonra gözəl bir firaqlanır, gözəl bir cənnət versin. Qoy dünya eşitsin ki, Heydər Əliyevin bir sözü vardı, Azərbaycan güneş kimi çıxdı dünyaya. Bu həmin şeydir, çıxdı. Bəli, Allah Ali Baş Komandanı da qorusun ki, həqiqətən onun gözəl siyasəti, gözəl düşüncələri, xarici və daxili addımları bizim Azərbaycan torpağını yağı düşmənlərdən azad etdi. Sizlərin, bütün qazilərin, bütün şəhidlərin, bütün ordumuzun sayəsində yenə də deyirlər ki, Qarabağ Azərbaycandır.